Salam dostlar, hamınızı xoş gördük. Bugün sizinlə birlikdə 3-cü sinif riyaziyyat dərsliyindən səhifə 19 və 20-də olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və videomu bəyəndirirsə, bəyəndirməzsə basmağı unutmayın. Gəlin başlayaq. Deməli burada bu təzə bölməmizin adı vurma və bölmədir. Baxaq, hazırlıqmı? Rəsm məşğələsində neçə uşaq var? Rəsm məşğələsi deməli buradır. Artıq sahib ayağa ehtiyac yoxdur. Məsələn, buradan da sayaq. 2, 4, 6. 6, 2, 4, 6. 6 vur 6, 36. Deməli, 36 dənə uşaq var. Məşğələdə uşaqların yarısı qaşda istifadə edir, qaşdan neçə uşaq istifadə edir. Deməli, belə olsa 36-lı bölməliyik 2-yə. 36 deməli bölməliyik 2-yə. Eləyəcək 18. Deməli 18 dənə uşaq qaşda istifadə edir. Rəsm məşğələsindən sonra keçiriləcək intellektual oyunda hər birində 10 uşaq olmaqla 4 komanda iştirak etməlidir. Bunun üçün əvvəlcə neçə uşaq lazımdır? 40 uşaq lazımdır. Bu tapmaq üçün isə onu 4-ə vururuq, eləyəcək 40. 7-ci bölmə, vurma və bölmə. 31. Vurmanın xəstələri, araşdırma, müzakirə. Sürət qatarının vaqonunda oturacaqlar sol tərəfdə 2, sağ tərəfdə isə bir ədəd olmaqla 6 sırada yerləşdirilib. Vaqonda cəmi neçə oturacaq var? Bunu müxtəlif üsullarla necə tapmaq olar? Əsas sözlərimiz vurmanın paylama xəstəsi, vurmanın qruplaşdırma xəstəsi. Deməli, sol tərəfdə 2-dirsə, sağ tərəfdə 1. Deməli, belədir. 6. Burada deməli 6-lı 2-yə vuracaq. Eləyəcək 12. Sonra da 6 gələcək üzərinə. 6-nı 1-ə vuracaq. Eləyəcək 18. Elədik. Yox, 16 eləyir. Mən qarşılayacağım, bağışlayın. Və vaqonda cəmi neçə oturacaq var dedik. 16 oturacaq var. Bunu müxtəlif üsullarla necə tapmaq olar? Yəni, belə burada keçəcəyik, belə də tapa bilərik. Yəni, belə adi, belə də tapa bilərik. Vurmanın paylama xəstəsi toplamaya görə. Cəmi ədədə vurmaq üçün hər bir toplanalı bu ədədə vurub alınan hasilləri toplamaq olar. Yəni belədir. Ədədin cəmi hasilini də eyni qayda ilə tapmaq olar. Bunu da belə taparıq. Çıxmağa görə fərqi ədədə vurmaq üçün azalı və çıxılalı bu ədədə vurub alınan hasilləri çıxmaq olar. Belədir. Ədədi fərqi hasilini də eyni qayda ilə tapmaq olar. Belədir. Yəni baxaq belədir. 4 vur, deməli 4 vur mötərizə 8 çıxılsın 3 mötərizə bağlandı, bərabərdir 4 vurulsun 8 çıxılsın 4 vurulsun 3, yəni bunlar hamısı ona vururuq. Sonra bu 4-ü 8-ə və 3-ə vururuq, sonra isə onları çıxırıq. Və əgər toplamadansa toplayırıq. Vurmanın paylama xəstəsini istifadə etməklə misalları həll edin. Nümunə də belədir. Deməli, 7 üstə gəl 4 vurulsun 5. Yəni belədir də bu da. 7 üstə gəl 4 vurulsun 5. Deməli, 7-ni vuracaq 5-ə eləyəcək 35. Bir dəqiqə. 7-ni vuracaq 5-ə 35. Deməli, bu eləyəcək ki, 7-ni 5-ə vurduqda eləyəcək 35, 4-ü də 5-ə eləyəcək 20. Deməli, nə eləyəcək? 35-in üzərinə gələcək neçəni? 20-ni eləyəcək 55. Sonra mötərizə 9 sıx 6 vurulsun 7. Deməli, 9-u 7-yə vuracaq eləyəcək 63.
63, sonra isə 6-nı da 7-yə vuracağıq. Eləyəcək 42. 63-ün də üstünə 42 gəldikdə eləyəcək 105. Sonra 4 vur 9 eləyəcək 30. 4 vur 9, 4 vur mötərizə 9 üstə gəl 5. Deməli 4-ü 9-a vuracağıq 36. 36 üstə gəl də 20. 20 eləyəcək 56. Sonra 3 vurulsun, mötərizə 8 çıxılsın 4. Deməli 3-ü 8-ə vuracağıq. 3-ü 8-ə vuracağıq eləyəcək 24. 24. Sonra isə 24-ün də üzərinə gələcək 12-ni eləyəcək 36. Sonra 8 vurulsun, 8 vurulsun, mötərizə 8 üstə gəl 8. Deməli 64 üstə gəl 64. Eləyəcək 128. Sonra 5-i 7-yə vuracağıq. Eləyəcək 35. 35-in də üzərinə gələcək 10-u. Eləyəcək 45. Çünki onu necə tapdıq? 5-i 2-yə vurduq. Deməli, sonra isə 9 vurulsun, mötərizə 6 üstə gəl 9. Deməli, 9-u 6-ya vuracağıq 36, 39-u da 9-a 81. 36 üstə gəl 81, eləyəcək 117. Sonra mötərizə 8 çıxılsın 6, mötərizə bağlandı, vurulsun 7. Deməli, 8-i 7-yə 56. 56, sonra isə 6-nı 7-yə 42. Eləyə 56-nın üzərinə 42 eləyəcək 98. Sonra 3 vur, mötərizə 7 üstə gəl 7. Deməli, 3-ü 7-yə vuracaq 21, 21-in də üzərinə 21 eləyəcək 42. Deməli, müstəqil iş 1. Boş xanalara uyğun ədədləri tapın və misalları həll edin. Mötərizə 6 üstə gəl 7, mötərizə bağlandı, vurulsun 8, bərabərdir 6 vurulsun 8 üstə gəl 7 vurulsun 8. Mötərizə 9 çıxılsın 2 vurulsun 6 eləyəcək 9 vurulsun 6 çıxılsın 2 vurulsun 6. 6 vurulsun mötərizə 7 üstə gəl 4, mötərizə bağlandı, bərabərdir 6 vurulsun 7 üstə gəl 6 vurulsun 4. Belə dostlar, bu gün də sizə tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyinizcə oldu. Əgər bəyəndinizsə, videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.